Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Hər birinizin tutduğu orucu, etdiyi ibadətləri Allah qəbul eləsin. Bugünkü videomda çox dadlı, doyumlu yeməyin hazırlanmasını sizinlə paylaşıram. Yeməyi toyuq sinə əti ilə hazırlayıram. Götürdüyüm 400 qram toyuq filesini, 1 ədəd soğanı ət çəkən maşından keçirdirəm. Üzərinə 1 xörək qaşığı manlı yarması əlavə eləyirəm. Zövqə görə duz, qara istiyot səpirəm. 1 ədəd xırda ölçülü sarımsağı da sarımsaq əzəndən əzmişəm. Onu da qaba əlavə eləyirəm. Bunların hamısını yaxşı-yaxşı qarışdırıram. Sarımsağı sevməyənlər sarımsağı əlavə eləməsinlər. Yaxşı qarışdırandan sonra videoda göstərdiyim kimi ət qarışımından götürüb əlimlə yuvarlayıb uzun sov şəkil verirəm. Ələ yapışmasın deyə arada bir əlimi soyuq suya batırıram. Onda ələ yapışmır. Ətdən götürüb belə uzun sov şəkildə kotletlər hazırlayıram. Hamısını hazırlayandan sonra bir 10 dəqiqəliyə soyuducuya qoyuram. Tavaya yağ töymüşəm. Yağ biraz qızandan sonra hazırladığım kotletlərin hamısını tavaya düzürəm. Mən bu yeməyi toyuq əti ilə hazırladım. Amma istəyə görə dana əti, qoyun əti ilə də hazırlamaq olar. Kotletlərin bir üzü biraz qızarandan sonra çevirirəm. O bir üzünü də qızardıram. Hazırladığım souslu kotletləri qarnirlə servis edəcəm. Qarnir kimi qarabaşaq, bir də vermişil bişirirəm. 1 stəkan təmiz yuduğum qreçkanı qazana töymüşəm. Üstündən 2 barmaq yuxarı olana qədər soyuq su əlavə eləyirəm. Duz tökürəm, qapağını örtüb qoyuram bişməyə. Qazın orta xodunda qoyuram bişməyə. Suyu çəkiləndən sonra qarışdırıb kərə yağı əlavə eləyib qapağını örtürəm. Qazın ən aşağı xodunda qoyuram. Qreçkanı qalır, yaxşı dəmlənir. Başqa bir tavada kərə yağı əridəndən sonra xırda-xırda doğradığım 1 ədəd soğanı əlavə eləyib qarışdırıram. Soğanın rəngi qızılı rəngi olana qədər biraz qovurandan sonra üzərinə xırda-xırda doğradığım yaşıl biberləri əlavə eləyib qarışdırıram. Onu da biraz qovurub üzərinə 1 ədəd orta boy tyorkanın iri gözündən keçirdiyim yer kökün əlavə eləyirəm. Bunları da bir yerdə biraz qarışdırıb qovurandan sonra üzərinə 1 dolu xörək qaşığı tomat pastası əlavə eləyirəm. Onu da qarışdırıb hamısını bir yerdə biraz qovururam. Zövqə görə duz, qara istiyot, biraz da sarı kök əlavə eləyirəm. Siz öz zövqünüzə görə istədiyiniz ətvanı əlavə eləyə bilərsiniz. 2 stəkan qədər də su əlavə eləyirəm. Su artıq biraz qaynarmağa başlayanda hazırladığım kotletləri sousun içərisinə əlavə eləyirəm. Hamısını sousun içərisinə əlavə eləyirəm. Tavanın qapağını örtürəm, qazın orta xodunda bişirirəm. Suyu biraz çəkilib qatlaşana qədər bişirirəm. Artıq demək olar ki, yeməyim bişib, gördüyünüz kimi ağır-ağır qaynayır. Suyu çəkilib, qatlaşıb, belə olduqda qazı söndürüb ocaqdan götürürəm. Yeməyi istənilən qarnirlə servis eləmək olar. Mən qreçka ilə, bir də vermişillə servis edirəm, amma istəyən kartofla, düyü ilə də servis edə bilər. Ona görə də götürdüyüm 2 stəkan vermişili bitki yağında biraz rəngi qızarana kimi qovururam. Qovurulandan sonra üzərinə qaynar su əlavə eləyirəm. Zövqə görə duz atıram. Qapağını örtüb qazın orta xodunda yumşalana qədər bişirirəm. Vermişil də demək olar ki, artıq bişib, suyu çəkilib. Üzərinə biraz kərə yağı əlavə eləyib qapağını örtürəm. Tam yağa düşənə qədər qoyuram, bişir.
Vermişilim də artıq gördüyünüz kimi dəndən olub, hazırdır. Yeməyim artıq hazırdır. Çox yaxşı bişib, qarabaşaq da yaxşı bişib, dəndən əzilmir. Hazırladığım sousdan da üzərinə əlavə edirəm. Çox dadlı, doyumlu, iftar süfrəsinə yaraşan bir yeməkdir. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomu izlədikdən sonra bəyənməyi, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.